Salam dəyərli izləyicilər. Sualımızda verilib ki, Bizans imperatorları və 4-cü Qızıl Filip üçün ortaq cəhd qanunverici orqan çağırmaları yanlışdır. Qanunverici xaçlı yürüşlərində iştirak etmələri də yanlışdır. Roma papası ilə mübarizə aparması ola bilər. Latin imperiyasını rəhbərlik etməsi yanlışdır. Ərəblərə qalib gəlməsi yanlışdır. Deməli, burada Roma papası ilə mübarizə aparması C variantı uyğundur. Digər bir sualımızda Euler-Venn diaqramı əsasında uyğunluğu müəyyən edin. Birinci Rus-Qacar, ikinci Rus-Qacar müharibəsi. Gəncə xanlıq ləğv edilməsi 1804-dür. Amma bunların heç birinə aid deyil, çünki daha əvvəl baş verib. Qarabağ kəndi yaxınlığında Rus qoşunları məğlubiyyətə uğratması birincisinə aiddir. 1809-da baş verib. Abbasabad qalasının ruslar tərəfindən tutulması ikinci Rus-Qacar müharibəsinə aiddir. Rusiyaya əleyhinə üsyanların baş verməsi hər iki dövrdə baş verib. Məsələn, Quba üsyanı və Gəncədə digər ərazilərdə üsyan baş verməsi ikinci Rus-Qacar müharibəsi ərəfəsində. Rusiya əleyhinə üsyanların baş verməsi ortaq cəhətdir. Ədirnə müqaviləsi ilə başa çatılması bunların heç birinə aid olmaz. Çünki bu Rus-Osmanlı müharibəsi dövrünə aiddir. Uyğun cavabımız olar 1-də B, 2-də C, 3-də isə D, yəni B variantında doğru cavabımız verilib.